Bu şəkildəki insan sıradan biri deyil. Onu hər kəs tanıyır. Siması sosial şəbəkələri bəzəyir. Birazdan onun adını öyrənəcəksiniz. Bugünkü üz analizimizin qəhrəmanı sevimli aparıcımız Elgiz Əkbərdir. Ay başladı, bu nə? Uşaq və gənc yaşlarında kifayət qədər tərs və öz dediyini yeridən olub. Qulaqları deyir ki, maraqkeşlik onun təbiətindədir. İntrovertdir və səhnədə özünü açıq şəkildə ifadə etmək üçün üzərində çox çalışıb. Alnı göstərir ki, müşahidə və analitik bacarığı çox güclüdür. Gözləri isə deyir ki, onun yırtıcı təbiəti var. Nə isə əldə etmək üçün sona kimi gedəcək. Zamanla onun xasiyyəti daha ağır olub. Kəllə sümüyü forması da onu göstərir ki, xoş olmayan zarafatları qətiyyən qəbul edə bilmir. Elgizin televiziyada yaratdığı obraz çox emosional və təsirlidir. İndi o emosional gücü şəxsi məhsul və özəl xidmətin əsası etməlidir. Tanınmış simaların ən böyük çətinliyi ondan ibarətdir ki, onlar şəxsi brendinqin gücünü düzgün dəyərləndirə bilmirlər. Özlərinə uyğun xidmət, məhsul yaradaraq bizə təklif etmirlər. Əgər sən də öz karyeranı gücləndirməyi, potensialını inkişaf etdirmək istəyirsənsə, birlikdə bu yola çıxa bilərik. İndidən yaz, fərdi konsultasiyaya qoşul. Növbəti sima analizində kimi görmək istəyərdiniz? Rəylərdə bölüşün.